Suriya hökumət qüvvələrinin Deir Ez-Zor və Raqqa əyalətlərini Kürdistan liderliyindəki Suriya Demokratik qüvvələrindən geri alması bölgədən məcburi köç etmiş əhali arasında evlərinə qayıtmaq ümidlərini artırıb. Lakin münaqişə dayansa da 10 illiklərdir ki, davam edən və IŞİD-in nəzarətində olmuş dövrdən sonra infrastruktura ciddi ziyan dəyib və həyat hələ də normallaşmayıb. Bu isə hökumətin həm şəhərləri bərpa etməsi, həm də sosial xidmətləri təmin etməsi üçün uzun müddət tələb edəcəyini göstərir. أكبر حقل موجود في الدولة السورية. Al-Omar neft sahəsi Suriyada ən böyük neft yatağıdır və təxminən 880 neft quyusuna malikdir. Hazırda Suriya hökuməti istehsala başlamayıb. Çünki quyulardan bəziləri işlək vəziyyətdə deyil və ciddi təmirə ehtiyacı var. Əyalətlərdəki neft və qaz sahələri ölkənin enerji problemlərinin həllində, iş yerlərinin yaradılmasında və iqtisadi bərpadakı rolunda həlledici element sayılır. Lakin Al-Omar neft sahəsi kimi əsas obyektlərin bir çoxu işlək vəziyyətdə deyil və bərpa işləri tələb edir. Hökumət üçün bu yalnız enerji islahatının bərpası yox, həm də iqtisadi infrastrukturunun yenidən formalaşdırılması və əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından böyük çağırış kimi qiymətləndirilir. Ekspertlər bildirirlər ki, yol və körpülərin zədələnməsi, su və elektrik təminatındakı çatışmazlıqlar bərpa prosesini gecikdirə bilər. Bu həm də əhalinin hökumətə olan etibarının bərpa edilməsini və regionun sabitliyini birbaşa təsir altına qoyan amildir. Suriyanın şərqindəki vəziyyət həm iqtisadi, həm də sosial baxımından gələcək illərin ən önəmli bərpa sınaqlarından biri kimi də qiymətləndirilir.